Gəlin iki həndəsə maraqlı həndəsə sualının izahına baxaq. Üçbucaq suallarıdır. Birincidə deyir ki, ABC üçbucağında bunları münasibətlər verib. Gəlin çəkək daha yaxşı, orada görəcəyik. İndi bunu çəkəcəm. Aha. Bizə nələr verib? Gəlin baxaq. Deyir ki, adlandıraq əvvəlcə üçbucağımızı. Deyir ki, CBD, yəni bu bucaq bərabərdir BAC, yəni bu bucağa. Burada görürük ki, D də ortaq olduğuna görə buradan oxşarlıq alınır. Buradan hansı oxşarlıq alırıq? ABC ümumi A nə bərabərdir B-yə? B D C-yə. AB'miz bilinmir. AB ilə getməyəcəyik. Yəni da ki, gəlin yazaq. AB'nin BD'yə nisbət bunların ikisi də məhsuldur. Yəni heç yazmağın mənası yoxdur. BC-mizi bizə verməli idi. BC-ni verib neçə? 6. AD-ni də 5 qeyd edək. BC-nin DC-yə də X dedim. Sonra AC-nin 5 X-in BC-yə 6-ya nisbəti. Buradan alırıq ki, X vurulsun 5 gəlsin X 36 X 5X gələk X kvadrat 36. Mən vuruqlara ayrı anda da görünür deyə birbaşa deyəcəm ki, X-imiz 4'dür. Qoyub yerinə də görə bilərsiniz. X 4'dür. Deməli DC-miz 4'dür. Bizdən AC-ni soruşur. AC də bərabərdir. AD üstə gələk DC, yəni ki 5 üstə gəlsin 4, cavab 9 edər. Da cavab 9. Keçək ikinci həndəsə sualına. Bu sualımız belədir. Yenə gəlin üçbucağı çəkək. Aha, üçbucağı çəkməyə çalışaq. Görürük ki, üçbucağın daxilində bir dənə də üçbucaq var. Onu da qeyd eləməliyik. Bunu da qeyd edək. Aha. Dəqiq bunu tam edəmədik. Aha. Bunu qeyd elədik. İndi tərəflərini qeyd edim. Tərəflərini qeyd etdim. Bizə deyir ki, ASB 90 dərəcə. Yəni bura 90. Adətən bölən heç. Baxın BAC, bax bu hissəni 2K veribdir. Deməli, AD də təm bölən deyə KK yazıram. ABC-ni də K verib. Baxın, ümumi ABC üçbucağı necə üçbucaqdır? Düz bucaqlı. 92 KK-dırsa deməli, bura 60-da, ora 30. K-mız 30 dərəcə olduğunu bildik. Qeyd edək. Bura 30, bura 30, bura 30. Aha. Bura aydındır yəqin ki, burada 10 köşdə 3. 10 köşdə 3. Bu hissədə 90-dır bildik də. Hissədə 90-dır. Deməli, bura nədir? 60-dır. 2x 10 kök üstüsə x-imiz kök 3'dür. X-imiz kök 3'dür. Deməli 5 kök 3'dür də. Yəni bura 5 kök 3'dür. 5 kök 3'dür. İndi buranı da tapmalıyıq. Burada 90'dır. Burada 60. 35 kök 3'dürsə 60'dır da bunun qarşısı. 60'ın qarşısı da 5 kök 3 vuraq kök 3 elgir 15. Bunlar zaten bərabərdir. Niyə? Bu bərabər yan üçbucaqda. Bu hündürlükdür, həm də median. Ona görə burada 15'dir. Onu görməsəniz əgər necə tapaq? Pifagorla bura 5 kök 3, burada 10 kök 3. 10 kök 3'dən kvadrat 300'dür. Bununki də neçə eləyir? 25'dir. Çıxanda 225 eləyir. 225 də kök alsaq yenə 15. Yəni hər iki tərəfi də 15 tapdım. Bizdən AB-ni tapmaq soruşur. Baxın, AB nədir? AB-miz AE. Dəqiqə. AB-miz də AE. Üzərinə gəlinsin EB-dir.
AN-i nə tapdım? 15. EB-ni də 15. 15 üzərinə gəlinsin 15. Cavabımızı 30 almış olarıq. Yəni bunu biz Pifaqor teoremi ilə getdik və medianın xassəsi də burada təbii ki rol oynayır. 2 dənə üçbucaq sualının izahına baxmış olduq.